Herkese salam, kanalıma xoş gəlmisiniz. Yeni vloga başlayıram. Yoldaşımın ad günü hazırlığına. Sabah kocişimin ad günüdür. Bazarlığımı artıq etmişəm. Qalıb salatları hazırlamaq. Bu dəfə menyuda paytaxt salatı, mimoza, buraçni və mənim firmini Cezir salatım. O qədər dadlı olur ki, heç restoranlarda da bu qədər dadlısını yeməmişəm. Hətta fikirləşirəm sizlər üçün reseptini də paylaşım. Dedim həyətdən kartoşka gətirim, evdə qutarım. Üstünüzə sağlıq, birazdan nasazladım. Həmişə məni vacib işlər gözləyəndə xəstələnirəm. Yaxınlarımdan biri mənə bir dərman məsləhət gördü, Age Gold. İçində 4 ədəd dərman olur, bir gün ərzində içməlisən. Salatlarımın hər bir ərzaqlarını qaynatdım. Belə bir miskada gətirdim ki, içinə stəriçni eləyim. Mən də başlayım bütün salatlarımı deməli stəriçni eləyəcəm. Sonra buraçni, mimoza. Belə başlayayım mən də hazırlıqlarıma. Qızlar, bu nə idisə, mən səhəri gün yaddan çıxartdım xəstələnməyimi. Çox kömək oldu sınayın qripa qarşıda. Keçən vlogda dediyim kimi paytaxt salatı üçün kartofu ayrıca doğrayıb qaynadıram. Amma bəzi xanımlar dedi kökü də ayrıca doğrayıb qaynadırlar. Mən fikrimcə buna ehtiyac yoxdur. Çünki kök bərk olur və kraxmalı yoxdur. Yapışmır. Və paytaxt salatına slabada mayonezini smetanla olanı qatıram. Tamam başqa bir dad olur. Və o biri salatlarını da artıq hazırladım. Çoxlu kirli qablar qalıb, amma mən işlərimin arasında oturub oğlumla dərslər də edirik. Kuxnamız isə köçür. Dərs edərək çay da içdim, yorğunluğumu aldım. Öz də uşaqlığımın pampamı ilə. Hər dəfə dükanda görəndə alıram. Yoldaşım da oğlum da sevir. Uşaqları yatızdırıb kuxnanın işini tamamladım. Sabaha onsuz da işlərim çoxdur, səhərə saxlaya bilməzdim. Hərçənd bunu etmək istəsəm də, qızdırma məni çox halsız etmişdi. Qabları yudum, peçin üzəri də bizdə tez-tez yağlanır. Viplanın yağ sökücüsündən istifadə etdim. Çox güclü məhsuldur. Dedim bir 5 dəqiqə qalsın, xalazinki silənə qədər. Amma qaldı sabaha. Onu da etməyə artıq taqətim qalmadı. Gördüyünüz kimi də xalazinkimiz köçür. Əslində tez-tez səliqəyə salırıq, ya mən ya da qaynanam. Həm də salatlar üçün yer etmək lazım idi. Mimozalarda streçləyib yerləşdirdim. Yuduğum qablarında artıq suyu süzülmüşdü, yerləşdirirəm yerinə. Dediyim kimi nə indi bərəkəti olmasa, kirli qablar çox bərəkətlidir. Kebab üçün, aş üçün toyuqları hazırlayıb, marinada qoyub getdim yatmağa. Səhər də oğlumu məktəbə yola saldım və günümə bismillah etdim. İlk işim qazın üstündəki şkafların qapısını silmək oldu və dərmandan sonra da xəstəlikdən əsər əlamət qalmamışdı. Bircə burnumun qıraqları yaraydı. Nəysə, peçin üstünü də, çayniki də yaxşıca sürtüb yudum. Mebeli də xlorladım. Pollara kimi sildim. Stolu da böyük olduğu üçün aparmışdıq qonaq otağına, balkondan da plastik stolu gətirdik kuxnaya. Klyonkasını çıxardıb sildim. Çöldə olduğu üçün tozlanmışdı. Quruluyub Novruza aid klonkamı sərdim. Keçən il almışdım, çox bəyənirəm. Dekor güllərimi də əlbəttə ki unutmuram. Qızlar, nə maraqlı gəlsə, nə sualınız olsa, rəylərdə yazın, hamısını bir-bir cavablayacağam. Bir də bilirəm ki, vloqlarım biraz gec çıxır, amma çalışacağam ki, daha tez-tez çəkim. Sadəcə 3 uşaqla, ev işi ilə vaxtım çox gedir və vloqları da montaj edib səsləndirməyə zaman və sakitlik lazımdır. 3 uşaqlasa bu zənginlikdir. Qısa bir zaman tapan kimi özümə də vaxt ayırıb vloqumu montaj edirəm. Hələlik işimiz kuxnayla qutardı və keçirəm zala. Birinci televizor altlığını sildim. Uşaqlar ləkəliyirlər. Zalın qapısını kilitli saxlasam da belə fürsət axtarırlar. Kimsə girən kimi onlar da girib öz işlərini görürlər. Və stolumu da açdım. Süfrə sərdim, qablarımı düzdüm. Sonra da qaynanam dedi, gəl klonka alıb sərək və bunların hamısını yenidən etməli oldum. Mən də bu işlərimi görənə kimi qaynanam da məndən gəldi. Və qabaqcadan onunla yarpaq dolmasını büküb qoymuşduq buzxanaya hazır. Və xala da getdi yeməkləri bişirməyə. Bugünkü menyuda kalafur, yarpaq dolması, döşəmə aş və kebablardır. Mən də hamam otağını yığışdırıb getdim klonka və lazım olan qab-qaşıq almağa. Hamamı da Viplanın hamam üçün gelini, ər paparan spreyi ilə təmizləyirəm. Çox universal bir məhsullardır. Dükandan almaqdan da qat-qat sərfəlidir. Özüm də Viplana qoşulmuşam, sizi də ora dəvət edirəm. Həqiqətən də çox sərf edir. İstəyən olsa rəylərdə yazın. Mən qab-qaşıqlardan biraz alırıq. Saçı sırtım qabaqdaram. O birisi qabları göstərdim, bu bilmirəm. Bir də ki, aytən bax, səsirsin beləncə bir şeydir. Olar. Çıxdım çölə, çayla içməyə şirniyyat da aldım. Tortlardan da ən sevdiyim vişnəlidir. Turş məzəli olanda dadından doymuram. Sevdiyim güllərdən birini də aldım. Bu gülün adı mimozadır. Burada da meyvələrimdən gözləyirəm.
Və qızlar, sonunda da belə. Meyvələr də alıb gəldim evə. Süfrəni yenidən açdım. İşlərimin davamını edirəm, pülsoslayıram. Elvin də sağ olsun, şüşələri spirtlə silməyimə məsləhət gördü, həm də kömək etdi, özü sildi. Amma ki, ay Elvin, nə ilə silirəmsə silim, amma Lalənin əlində bu 2-2-dir. Özünüz də gördünüz ki, hamamı yığışdırmışdım. Bir də buna baxın. Tadam! Götürüb kremimi hardan tapıb bilmirəm, it gününə qoyub buralığa Lalə. Kuxnada da son hazırlıqlarımızı görürük. Çezirim üçün çörəkləri doğrayıb suxarik edirəm. Buraşın üçün və çezir üçün bircə sarımsağı qalmışdı. Bu işdə də Elvin mənə kömək oldu. Və qonaqlarımız da bir-bir gəlir. Qaynatam da çayı armud stəkanda içməyi sevir. Mən də dedim, bugün sənə ayrı cür armud stəkanda çay süzəcəm. Bu arada Eli bacısı Səbiş onu hədiyyə edib. Çezir üçün suxarikimiz də hazır, toyuqları da qızartmışdım. Hamısını bir-birinin üstünə tökürəm. Bu arada pomidorları da Elvin doğrayıb. Əməli başlı mənə kömək edib. Hər şeyi qatdım, bircə sosundan başqa. Onu da süfrəyə verəndə qatacağam. Burada da Leyla çəkməyimi görüb sizin üçün oynayır. Sadəcə tam düşməyib bir videoya. Mən isə pendiri rəndədən keçirdirəm. Xala isə salatları hazırlayır. Süfrəmiz hazır. Qonaqlarımız da bilirlər Mehdiyə nə hədiyyə etmək lazımdır. Xala isə oğluna şirin hədiyyə etdi. Tort. Mən seçdim, xala da bəyəndi və zakaz verdik. Həmiş müəllim. Bizim evimizin kebabçısı. Sən canı ilə qoy, Səbiş. Sən təbii ki deyirəm. Kameraya niyə deyirsən, mənə deyirəm də. Sən deyirəm də, görsən kameraya baxıb demirəm. Mən sevirəm ki, bizə qonaq gəlsinlər. Amma özüm qonaq getməyi sevmirəm. Heç restoranlar da belə sevmirəm. Karting, bowling və belə aktiv əyləncələr daxil deyil. Mən makaronu çəzirəm. Qonaqlar, hamısı gəldi. Ay Samir oxu da, Mehdi oxu. Siz necə qonaq getməyi sevirsiniz, yoxsa mənim kimi qonaq qarşılamaq? Sənin pomidorlarını Elvin doğrayıb. Sağ olsun, görsən. Ona görə sözlərimiz çox dadlıdır. Bacı sənə qurban. Bu günləri səni 17 Pro Max ilə qarşılayıram. Çok mübarektir. Yox. Ne güzel görsənirsən ay qız. Doğru benim baba qardaşlarına. Mən həmişə fikirləşirəm, kocuşumun ad gününə maraqlı, ekskluziv nə hədiyyə edə bilərəm. Bu səfər də seçimim My Band Music Orkestri oldu. Qızlar, bu nə möhtəşəm hədiyyə idi. Məclisi bir anda canlandırdı. Çox şən keçdi. Məni seçimimdə yanıltmadılar. Əsas da yoldaşım və qonaqlarım çox məmnun qaldılar. O qədər ürəkdən tövsiyə edirəm ki, siz də məclislərinizə dəvət edəsiniz. Mənim kimi peşman olmarsınız. Buradan da ayrıca təşəkkür edirəm My Band Music-ə. Məncə buradan artıq səsləndirməsəm də olar. Xoş izləyin.
sənə darıxmağı öyrədən adam. Qarşına çıxanda darıxdığın kəs, dilin söz tutmayıb, karıxmısanmı? Bizə baxın, deyib alıblar, sınavdır. Bizə baxdırır, getdilər. Ağzını pastanın üstünü verəm. Bəli, qaynananın ağzını şirin eləmək lazımdır ki, çox acı danışmasın. 25 dəqiqədən sonra Qaynanamın hədiyəsi kadr arxasında olan xanımın ad gününü qeyd eləyəcək inşallah. Mənim. Almaz xanım, əllərinizə sağlıq. Çox dadlı bir tortdur. Demək olar ki, yaydan bura bir 5-6 dənə tort zakaz eləmişik. Ailəvi kondisionerimiz olub da, yəni bütün məclislərimizə baxan Almaz xanım tortu. Sulu dağlarından gələn çiçək pendirdir. Dağlarına hədiyyə veriləcək. Əsl hədiyyə veriləcək hədiyyə pendir. Yəni, kreativ hədiyyə bu oldu məncə. Görməsən yazmışam. Eksklüziv hədiyyə bu idi. Hədiyyə görməmişəm, baxacağım. Hello, 10 saniyə var, gözlə. Gəlsin mənə sayacaq. 7, 6. Тоже тебя поцелую, повторно. Поздравляю. Тортик наш. Toyumuz qurtarır, aparatlar yığılır. Dünənki ad günündə o qədər həqiqətən gəldik, çox əyləndik. 12-ni keçəndən sonra da bacımın da ad günü oldu. Göstərdim. Dünənləri yoldaşımın ad günü idi. Təmizləyib qutarandan sonra sizə göstərirəm. Qaynanam da sağ olsun gecədən qabları yumuşdu. Mən də səhər qalan işlərimi görürəm. Bizə çox adam deyir, qab yuyan niyə almırsınız? Sizcə bu qədər qabları yumaq üçün neçə dəfə maşını qoşmalıyıq? Neçə saat yumalıdır? Özü də ora çox şeyi də qoymaq olmur. Ona görə ya mən ya da qaynanam yuyur. Qızlar, mən zalını təmizləyib qutardım. Deməli belə oldu, hər yeri tərtəmiz. Bu stolun yeri bura deyil, kuxnadır. Sadəcə kuxnada hələ ki işlərimiz var. Ona görə müvəqqəti burada durub və bizim stolumuz beləncə uzun idi, vertikalını belə qoyduq. Biraz yenilik eləmək istədim. Fikirləşdim ki, beləncə bir şey eləyim. Belə də gözəldir. Belə qızlar. Bütün ümumi görünüş belədir. Məşğul qutardıq. Mansarda da tərtəmiz elədim. Oldu gül kimi. Bu qədər işin içində axşam hələ çatdırdım uşaqların corablarını da ayırmağa. Çox qatışdırmışdılar və qızların saç rezinlərini də ayırdım. Mən səliqə salıram, Lalə isə bir göz qırpımında konteynerləri çevirir və olan vəziyyəti artıq siz də görürsüz. Və vloqum sonlanır. Güman edirəm sevə-sevə baxdınız. Məni izlədiyiniz üçün çox təşəkkür edirəm. Gələn vloqlarda görüşənədək. Hələlik.